Salam, hər vaxtınız xeyir olsun. Bugün biologiya qəbul suallarının izahına baxırıq. Birinci şəkildəki canlı üçün doğru mülahizələri müəyyən edin. Qaraciyər sorusunun əsas sahibi iri buynuzlu qaramal, aralıq sahibi ilbizdir. Doğrudur. İnsanda ensefalit xəstəliyini törədir fikri yanlışdır. Ensefaliti viruslar törədir. Geohelmint deyil, biohelmintlərə aiddir. İri buynuzlu qaramal parazitin sistalarını udmaqla yoluxur fikri doğrudur. Əsas sahibi insan, aralıq sahibi isə olmalıydı ilbiz. Yəni burada sahibi iri buynuzlu qaramal verilmişdir. Fikri yanlışdır. Bu fikir öküz solteri üçün doğrudur. 1, 4, 5 cavabımız olacaq Y variantı. Qeyd olunmuş heyvanlarda gövdə skeletin əmələ gəlməsində iştirak edən sümüklər hansı sırada göstərilmişdir? Bilirik ki, çayxanasında gövdə hissəsi gövdə fəqərələrindən və qabırğalarından təşkil olunmuşdur. Göl qurbağasında yalnız fəqərələrdən təşkil olunmuşdur gövdə skeleti. Zulaqlı kərtənkələrdə, yəni ilk dəfə bilirik ki, sürünənlərdə daş kömür dövründə döş qəfəsi meydana çıxdı. Döş fəqərələr də var, qabırğaları da var, döş sümüyü də var. Ona görə çayxanasına seçərik fəqərə pilus inkişaf etmiş qabırğa, yəni A pilus C-ni seçərik. Sonra göl qurbağasına yalnız döş fəqərələrini götürərik. Yəni gövdə fəqərələrini A variantı olan doğrudur. A. Zolaqlı kərtənkələdə isə həm fəqərə, həm döş sümüyü, həm də inkişaf etmiş qabırğa doğrudur. Cavabımız yalnız 2, C variantıdır. Şəkildə orqanoidin xüsusiyyətləri hansılardır? Mitoxondri göstərilmişdir. Tərkibində xristelər vardır, düzdür. Monosaxaridlərin sintezində iştirak edir, səhvdir, çünki ATF sintezində iştirak edir. Zülal sintez olunur. Əlbəttə ki, tərkibində ribosomlar vardır ki, polisomlar əmələ gətirmişdir. Prokariot və ekariotlarda rast gəlinir. Xarici membran hüceyrə divarıdır, yanlışdır. 2-yə bölünməklə çoxala bilir, çünki DNT-si vardır. Struktur komponenti telakoidlərdir, bu xloroplasta aiddir. Ribosomu və DNT-si vardır. Ribosomu var, zülal sintez edə bilir. DNT-si var. Ona görə də 2-yə bölünməklə çoxala bilir. Cavabımız 1, 3, 6 və 8 cavabımız D variantı olacaq. Eyni qida zəncirinin müxtəlif halqalarını təşkil edən canlı qruplarının biokütlələri verilmişdir. Bu diaqramda qida zəncirinin ikinci dərəcəli konsumentləri hansı rəqəmlə göstərilmişdir? Biz bilirik ki, təbiətdə günəş enerjisindən ilk olaraq bitkilər, yəni protosentlər istifadə etdiyinə görə onların biokütləsi təbiətdə ən çoxdur. Yəni ən çox olan təbii ki, 5-ci protosent olacaq. Protosenti yeyən, ilk bitkini yeyən, bitki yeyən heyvanlar olacaq 1-ci dərəcəli konsumentlər. Bitki yeyən canlılar isə 2-ci dərəcəli konsumentlər olacaq ki, bizdən də 2-ci dərəcəli soruşduğuna görə cavabımız 4-də A variantı olacaq. Doğru kəsişmələri müəyyən edin. A ilk dəfə arxeyer arasında yaranıbdır. Xarici skelet bilirik ki, Kembridə yaranıbdır. Bu fikir yanlışdır. Bu mayaqlar üçün səciyyəvidir, bəli. Homo sapiensdə mövcuddur, xeyr. Sarkomastikorlar tipinin bəzi nümunələrində rast gəlinir, doğrudur. Məsələn, foraminiferlər, radiolarlərdə. Uçan onurğasılar üçün səciyyəvidir, doğrudur. Xordalların nümunələri üçün səciyyəvidir, yanlışdır. Deməli, bizdən də doğru kəsişmələri istədiyinə görə 2, 4 və 5 olacaq. 2, 4 və 5 cavabımız A variantı olacaq. İnsan orqanizmində həzm prosesi zamanı normada qan nazik bağırsaq kapilyarları ilə axdıqca onun tərkibində baş verən dəyişikliklər qrafikdə göstərilmişdir. 1-ci, 2-ci, 3-cünü müəyyən edin. Biz bilirik ki, bağırsaq kapilyarlarında bağırsağın tərkibində həzm olunmuş monomerlər, amin turşusu hamısı sorulacaq bağırsaq kapilyarlarına. Bu zaman amin turşusunun miqdarı artacaq. Biz bilirik ki, eritrositlərin miqdarı təbii ki, dəyişməyəcək və bağırsaq kapilyarları bağırsağın fəaliyyət göstərə bilməsi üçün öz tərkibindəki qida maddələrini və həmçinin də oksigeni bağırsaq hüceyrələrinə verərək tərkibindəki oksigen və qida maddələrinin miqdarı azalır. Buna əsasən də ən uyğun variant A variantıdır. 1-ci amin turşusu, 2-ci eritrosit, 3-cü isə oksigen qazı. 7-ci sual. İnsan skeletinin şəkildə göstərilən hissəsinə aid doğru mülahizələri müəyyən edin.
Onurğa sütunu ilə bilavasitə birləşmə əmələ gətirir fikri yanlışdır. Revmatizm müşahidə oluna bilər, əlbəttə ki. Yuxarı ətrafın yalnız sərbəst hissəsinin skeletidir, yanlışdır. 3 sümüyü sarı sümük iliyinə malikdir, doğrudur. Bazo, mil, dirsək sümükləri. 2 sümüyü qurşaq skeletinə aiddir, bəli, körpücük və kürək sümükləri. Bükülməsini 3 başlı yox, 2 başlı əzələ təmin etmiş olacaq. Aid doğru mülahizələr müəyyən edin deyirsə, deməli cavabımız 2, 4 və 5 olacaq. Bu da cavabımız C variantıdır. 8-ci sual. Hansı mülahizə yanlışdır? DNT-nin monomeri nukleotiddir, doğrudur. Hər bir nukleotidin tərkibində karbohidrat olur, doğrudur. RNT-nin monomeri nukleotiddir, doğrudur. Nuklein turşusunun bir nukleotidində bir fosfat turşusu qalığına rast gəlinir, doğrudur. Hər bir nukleotid 4 azotlu əsasdan təşkil olunmuşdur fikri yanlışdır. Helmintozları müəyyən edin. Ankilostomoz qurdlara aiddir. Toksoplazmoz bir hüceyrəli heyvandır. Enterobioz biz bilirik ki, uşaq biz quyruğudur. Helmintozdur. Teniarenxoz helmintozdur. Leishmanioz bir hüceyrəli heyvandır. Liamblioz da bir hüceyrəli heyvanlara aiddir. Helmintozlar 1, 3, 4. Yəni cavabımız D variantı olacaq. Uyğunluğu müəyyən edin. Angina törədicisi, difteriya törədicisi kürəşəkilli bakteriyadır. Kürəşəkillilərə 1-ə A gedəcək. Hüceyrə divarına malik olan basildir deyirsə, bilirik ki, hər ikisi də hüceyrə divarına malikdir. Sadəcə basildir deyirsə, deməli 3-də gedəcək B variantı. Karbon mənbəyi olaraq üzüm maddədən istifadə edir. Üzüm maddə, yəni hazır heterotrof yolla qidalanırlar hər ikisi. Karbon mənbəyi olaraq karbon qazından istifadə edir fikri heç birinə aid deyil. Çünki bunun aid olması üçün avtotrof yolla qidalanmaq lazımdır. Sadə bölünmə yolu ilə çoxalırlar. 2-yə də Y gedəcək. Deməli, cavabımıza uyğun 1A, 2C'yi, 3B cavabımız onda B variantıdır. 11-ci suala baxırıq. Şəkildə spirogira göstərilmişdir. Biz bilirik ki, yaranan zigot sayı həmişə deməli 2 saf bir-birinə yaxınlaşır. Hüceyrələr arasındakı mütəviyyat əriyir. 2 nüvə bir-birindən birləşərək bir zigot yaradır. Həmin zigotdan yaranan sporların, yəni məhv olmamışdan qabaq 4 dənə spor yaranır ki, hər birində N xromosom dəsti olur. Bəs 20 N olduqda neçə dənə zigot yaranacaq? Cavabımız 5 zigot olacaq. Deməli, yaranan zigot sayı 5 olacaq. Yeni əmələ gələn fərd sayı isə həmişə 4 dənə tutaq ki, spor yaranırsa, bunun 3-ü məhv olur, biri sağlam qalır və birindən yeni nəsil inkişaf edir. Deməli, 5 zigotdan 5 dənə də yeni fərd əmələ gələcək, cəmsi olacaq 10 dənə. İnsanda şərtsiz qida refleksinə aiddir. Şərtsiz qida refleksinin yaranması üçün qıcıqlandırıcı qida olmalıdır. Yəni, biz limonu çeynədikdə mədə şirəsinin ifrazını şərtsiz qida refleksinə aid edə bilərik. İnsanın tənəffüs sisteminə xəstəliyi deyildir. Eksema deyildir. Vəba, bağırsaq, nazik bağırsaq xəstəliyidir. Polmonit onurğa beyninin hərəkə yollarını məhv edir. Laringit biz bilirik ki, qırtlaq iltihabıdır. Qızılca tənəffüs yolu, vərəm ağciyər xəstəliyidir. Yəni ki, 1, 2, 3 deyildir. 13-ə C variantıdır. İnsanda refleks qövsünün ikinci hissəsini əmələ gətirən neyron. İkinci hissəni bilirik ki, hissi neyron əmələ gətirmiş olur. İmpulsları əlbəttə ki, reseptorlardan alır, mərkəzi sinir sisteminə ötürür. Ağ maddənin əmələ gəlməsində hissi neyronun aksonları iştirak edir. Sinirin əmələ gəlməsində iştirak edir olmalıydı, amma etmir yazıbdır. Sinir impulslarının 2 istiqamətdə ötürü fikri yanlışdır. 2 istiqamətdə ötürsəydi qarışıq sinir olardı. Cavabımız olacaq 1 və 2 D var. Lerven diaqramına əsasən uyğunluğu müəyyən edin. Adi şamın sarımtıl yaşıl qozaları söhbət erkəkdən getmiş olur, yəni erkək qozalardan. Söyüdün sarımtıl rəngli çiçək qrupu erkək bitkidən söhbət getmiş olur. Torcuqları olur, hər ikisində torcuğu olur. Erkəkcik olur, örtül toxumlarda erkəkcik olur, amma çılpaq toxumlarda erkəkcik olmur. Toxumları olmur.
Hər ikisində toxumları olmayacaq. Çünki adi şamı sarımtıl yaşıl qozalar erkək qozadır. Orada yanlı tozcuq hissələrində tozcuqlar yaranır. Söyündün də sarımtıl rəngli çiçək qrupu erkək bitkidir və orada da toxumlar yaranmır. Dişi çiçək olmalıdır ki, orada mayalanma getsin və toxum yaransın. Tozcuğunda 2 hava qovuqcuğu var. Bu adi şamın sarımtıl yaşıl qozalarına gedəcək. Tozcuğu küləklə daşınır. Bu hər ikisinə aiddir. Mayalanmada tozcuğun yalnız bir spermisi iştirak edir. Bu da adi şamın sarımtıl yaşıl qozalarına aiddir. Çünki biz bilirik ki, çıpaq toxumlularda endosperm haploid xromosom dəstinə malikdir. Yalnız bir sperm yumurta hüceyrə ilə mayalanmada iştirak edir və cavabımız B variantıdır. Lobya meyvəsində taciklar 2 qat mayalanmadan sonra nədən əmələ gəlir? Təbii ki, yumurtalığın divarından əmələ gəlmiş olacaq. Çünki taciklar lobyanın meyvə yanlığıdır. Kökmüsovu olmayan bitki dəvə-dabanı, çay, gicitkən incişəyi kökmüsova malikdir. Zəfəran isə soğanaqlı yumruya malikdir. Qanvermə aksiyası zamanı Samirin əzələ venasından alınan 200 ml qan. Samirin əgər əzələ venasından 200 ml qan götürülübsə, bu o deməkdir ki, Samirin bu venasında olan qan onun sol mədəciyindən axırıncı dəfə çıxıbdır. Bədəni oksigen və qida maddəsi ilə zənginləşdirdikdən sonra ürəyə geri dönmək üzrə venaya yığılıbmış. Bu zamanda həmin 200 ml qanı çəkib başqa bir şəxsin, yəni Həsənin əzələ venasına vurulur. Demək ki, Samirin bədənində yəni ardı, hansı ki vena ilə geri qayıdırdı. Bu yol artıq Həsəndə davam edəcək. Həsənin vena damarı ilə qan yuxarı boş venaya gələcək. Yuxarı boş vena vasitəsilə də gəlib töküləcək sağ qulaqcığa. Nəyə görə sağ qulaqcığa gəlir? Yenidən ağciyərə doğru yollanaraq orada təmizlənmək üzrə davam etmiş olur. Birinci sol mədəcik, ikinci isə sağ qulaqcıq olacaq. Diaqramda insanın aybaşı siklinin fazaları və davam etmə müddəti göstərilibdir. Doğru mülahizələri müəyyən edin. Uşaqlığın selikli qişası bərpa olunmağa başlayır və aybaşdan sonraki fazanı göstərir. Bu fikir doğrudur. C aybaşı baş verir deyir. C sarı cisim fazası olduğuna görə bu yanlışdır. A yeni folikullar yetişməyə başlayır. Bəli, aybaşı fazasından başlayaraq yeni folikullar inkişaf etməyə başlayır. C yəni sarı cisim fazasında yumurta hüceyrə uşaqlıq borusunda olur. Fikri doğrudur. Artıq 14-cü gündə folik olur. Folikul partlayır və ovulyasiya baş vermiş olur. Bu da uşaqlıq borusuna düşür. Təbii ki, 14-cü gündən sonra da 2 həftə ərzində sarı cisim fazası olur. B. Uşaqlıq divarının qalınlığı maksimumdur. Xeyr, maksimum miqdar sarı cisim fazasında olacaq. Cavabımız E variantıdır. Heterozis effekti. Yalnız növlər arası çarpazlaşdırmada meydana çıxır. Fikri yanlışdır. Sağ fətlər arası çarpazlaşdırmada meydana çıxır. Fikri doğrudur. Heyvanların dölsüz nəslində müşahidə oluna bilər. Fikri doğrudur. Növdaxili çarpazlaşdırmada müşahidə oluna bilər. Doğrudur. Biz bilirik ki, heterozis effekti növdaxili növlər arası cinslər arası aparılan çarpazlaşmada meydana çıxa bilər. Növdaxili çarpazlaşmadan qalmıq, cersey, Berkshire, Askania rambuliyesi kimi növlərdə, daha doğrusu cinslər də alınmışdır. Müşahidə olunan bitkilər mühit amillərinə qarşı dözümsüz olur, yanlışdır. Yalnız bitkilərdə müşahidə olunur, fikri yanlışdır. Bizdən də doğru cavablar istədiyinə görə 2, 3, 4 cavabımız D variantı olacaq. Sxemdə nəsil ağacı göstərilmişdir və bizdən səhvi istəyir. F2 nəslində mavi gözlü uşaq haqqında hansı mülahizə səhvdir? Anası mavi gözlülük genini daşıyır. Bəli, baxın, anası mavi gözlülük genini ayla, kiçik ayla daşıyır. Bu fikir doğrudur. Onun nənələri müxtəlif fenotipə malikdir. Nənəsinin biri budur, biri də budur. Doğrudan da biri mavi gözlülük fenotipini daşıyır, biri daşımır. Onun atasının valideynləri heterozigotdur. Baxın, atasının valideynlərinə ikisi də heterozigotdur. Valideynlərinin yalnız birində resessiv əlamət fenotipcə üzə çıxıbdır. Bəli, bu da doğrudur. Baxın, valideynlərinin yalnız birində fenotipcə üzə çıxıb. Fenotipi yalnız atanın genləri əsasına formalaşıb. Bu fikir səhvdir. Niyə? Çünki baxsaq görəcəyik ki, birini geninin anasından alanda birini də atasından almışdır. Ona görə cavab Y variantıdır.
22-ci suala baxırıq. 22-ci sualda ciftin sayı 2 dənə verilibdir. Somatik hüceyrəsinin bir nüvəsinin 23 xromosom müxtəlifliyi olan əkslərinin sayı 2 dənə qız olacaq. Somatik hüceyrəsinin bir nüvəsində 24 xromosom müxtəlifliyi olan əkslərinin sayı 1-dirsə, bir dənə oğlan olacaq. Bu əkslərin yaranması prosesinə mayalanmada bilavasitə iştirak edən qametlərdəki bilirik ki, 2 eyni yumurta əkizi qız varsa, onun mayalanmasında 2 qamet iştirak edib, biri yumurta hüceyrədir, biri spermatozoiddir. Bir oğlanın yaranmasında isə yenə də 2 qamet iştirak edibdir, biri X-dir, biri isə Y-dir. Və buna əsasən iştirak edən qametlərdəki X, 3 dənə X olacaq, bir dənə Y olacaq, o da cavabımız A variantı olacaq. Verilmiş canlılar üçün ortaq xüsusiyyətləri müəyyən edin. May böcəyi və kəpənək. İnkişafı qeyri-tam çevrilmə ilə getməsi səhvdir. Açıq qan damar sisteminin olması hər ikisi üçün də doğrudur. Oksigen hüceyrələrə qanla çatdırılması heç birində də qanla çatdırılmır. 2 cüt qanadın olması hər ikisində də 4 qanad var. İkinci döş boğumda olan hərəkət orqanlarının sayı ikisində də 2 qanad birləşibdir. İkinci döş boğumuna 2 dənə də ətraf birləşibdir. İfrazat sisteminin həzm sistemi ilə əlaqə olmaması yazıb, amma əlaqəlidir. Ona görə cavabımız 2, 4 və 5 olacaq. Sonra 24-cü suala baxırıq. Şəklə əsasən insan üçün doğru ifadələri müəyyən edin. Y ilə gördüyünüz kimi böyrək arteriyası, D ilə böyrək venası, A ilə böyrəyin özü, B ilə sidik axarı, C ilə sidik hissəsi göstərilibdir. E damarı ilə qan bilavasitə aşağı boş venaya daxil olur. Fikri yanlışdır. Arteriya niyə boş venaya daxil olsun ki? B-nin tərkibinə Henle ilgəyi daxildir. B sidik axarıdır. Henle ilgəyi isə nefronun tərkib hissəsidir. Deməli, bu fikir də yanlışdır. Sonra C-nin epitelisi endodermadan formalaşır. Fikri sidik hissəsinin, bəli, epitelisi endoderma mənşəlidir. A bilavasitə daxili sekresiya vəzi ilə təmasda olur. Doğrudur, çünki böyrəyin üstündə böyrək üstü vəzi olur. D damarı ilə axan qanda qidalı maddələrin miqdarı E damarındakından çoxdur. D damarı ilə görürsünüz ki, venoz qan axır. Venoz qanda da ki, qida maddəsi və oksigen miqdarı minimum olmuş olur. Ona görə 5 də səhvdir. B, hansı ki, sidik axarına sidik toplayıcı kanal deyilir, səhvdir. Cavabımız 3 və 4 olacaq. Sxemdə verilmiş X molekulları, yəni lipiddir. Lipid üçün doğru olmayan ifadələri müəyyən edin. Baxırıq. X həzmi lipazanın fəallığından asılıdır, doğrudur. Hepatit C virusunda mövcuddur, doğrudur. Hidrofil yox, hidrofobdur. Biopolimer yox, sadəcə mürəkkəb maddədir, amma biopolimer deyildir. Nuklein turşuların tərkibində də ola bilər, səhvdir. Nuklein turşusunun tərkibində azot əsası olur, 5 karbonlu pentaoz olur və ortofosfat turşusu olur. Yəni lipid olmur. Bizdən də doğru olmayan fikir istəyirdi. Cavabımız olacaq 3, 4, 5. Göyərçin populyasiyasında olan quşların 60% dişidir. Onların cəmi 24 yumurtalıq olur. Siz bilirsiniz ki, göyərçində bir yumurtalıq var. O da ki, sağ yumurtalıq reduksiya uğrayıbdır, bir dənə sol yumurtalıq qalıbdır. Deməli, 24 yumurtalıq varsa, elə 24 dənə də göyərçin var ki, bu 60%-dir. 40%-imiz nə qədər olar? 6 ilə 24 ixtisar getdikdə 4 qalır, 4-ü 4-ə vurduqda 16 edir. Deməli, elə iki əkvətlərin sayı 16-ya bərabərdir. Deməli, baxırıq ki, ikiləpəlidir. Baxın, 2-də ikiləpəliyə düşür, 3 də ikiləpəliyə düşür. Demək ki, dağ laləsi gedəcək 1-ə. Dağ lələsinin meyvəsi qutucuq meyvədir, çiçəyi 6 erkəkciklidir. Quş əpəyi ilə sarlıq otu bilirsiniz ki, ikiləpəlidir. Özü də ki, belə deyək, xaççəklər fəsləsinə aid olduğuna görə çiçəyi 6 erkəkciklidir. Ona görə bura AB yazaram. Sonra dəlibəng və təmbək. Bilirik ki, ikiləpəli bitkidir. Meyvəsi də qutucuqdur. Badımcan çiçəklərə aiddir. C ilə D də bura gedər. Deməli, 1-ə Y, 2-yə C, D, 3-ə isə AB getdi. Xəstə insanı müayinə edən həkimlər onun vəziyyətinin orta ağır olduğunu nəzərə alıb bir ağciyərin çıxarılmasına qərar verdilər. Əməliyyat icra olunduqdan bir müddət sonra xəstənin vəziyyəti stabilləşməyə başladı. Biz bilirik ki, ürəyə ağciyərdən sağdan 2, soldan 2 olmaqla 4 dənə ağciyər venası gəlir və bir də ki, ürəyə yuxarı boş vena, bir də ki, aşağı boş venalar gəlmiş olur. Əgər ağciyərin birə çıxarılsa,
2 dənə ağciyər venası yoxa çıxacaq. Yerdə qaldı 2 dənə ağciyər venası. Bir də ki, yuxarı boş vena, aşağı boş vena. Əvvəl ürəyə 6 dənə vena damarı birləşirdisə, artıq ikisi ağciyər çıxdığına görə 2 vena da ağciyər vasitəsilə çıxarılacaq. İndi 4 vena birləşmiş olacaq. Hansı ki, ikisi ağciyərdən gələn ağciyər venası, biri yuxarı, digəri isə aşağı boş vena olmuş olacaq. Əməliyyatdan sonra xəstədə böyük qan dövranı, ürək boşluğu ilə bilavasitə əlaqələndirən damarların sayı. Baxın, ürəyə bir böyük qan dövranı ilə yuxarı boş vena gələcək, bir aşağı boş vena gələcək. Bir də ki, bilirsiniz ki, aorta oradan çıxacaq. Bu onun cəmi oldu 3. Amma kiçik qan dövranında isə ağciyər kötüyü çıxacaq. Və çıxarılmamış sağlam qalan ağciyərdən isə 2 dənə ağciyər venası gələcək. Gördüyünüz kimi bunun da nisbəti 3 oldu. Yəni 1-in 1-ə nisbət kimi oldu. Xəstədə hansı orqanlar sisteminin strukturları qismən və ya bütövlükdə çıxarılmışdır? Xəstənin tənəffüs sistemində əsasən hansı toxuma qrupunun kütləsi azalmışdır? Yadınızda saxlayın ki, istənilən bir orqanda mütləq ki, sinir və qan damarları olur. Ona görə əgər biz ağciyər çıxartmışıqsa, deməli buradan damar da çıxartmışıq. Təbii ki, sinir də çıxartmışıq. Həmçinin də ki, biz buradan tənəffüs sisteminə aid olan ağciyəri də çıxartmışıq ki, bu da tənəffüs sistemidir. Və ağciyərin tərkibində 350 milyondan birində 350 milyon alveol olduğuna görə, alveolun divarı da bir qat epitellidən ibarət olduğuna görə, deməli epiteli toxumasının çoxusuna zərər vurmuşuq.